Herkese selam dostlar. Yeni bir videoya hoş gelmişsiniz. Bugün gördüğünüz gibi size HS necə atılar edildiğinde onların ayarları, hassasiyetleri, kodlar her şeyi göstereceğim. İndiden videomuza geçək. Gördüğünüz gibi joystick'ten başlayalım. Joystick'i dostlarım indiden deyirəm. Öz əlinizə ayar. Yəni öz əlinizə, parmağınıza daha doğrusu öz əlinizə də uyğun ayar qurursunuz və sonra joystick'i öz parmağınıza qurursunuz. Ayarlar indidən kısmına giririk, göstərirəm. Temel kontrol beləsinədir. Keçirik gelişmiş kontrolə. Kayma arenada açıq. Mən bunu bağlı eləmişəm, bu niyə açıqdır? Gördüyünüz kimi nişan yardımı kapatılır. Gördüyünüz kimi beləsinədir. Grafiklər daha iyi grafiklər qoymuşam. Əvvəlki PUBG geri döndüyü üçün elə olacaq. Kontrolüm bunlardır. Bu iki parmaqdır. Gördüyünüz kimi. Başqa da yoxdur, bəli. Keçirik hassasiyyətə. Mən jiroskopda oynaya bilmirəm deyə bağışlayın. Özelləşdirə qoyursunuz və lens məndə. Jiroskopsuz oynayan qardaşlarımız buradan götürə bilər. Çox qəşəngli hassasiyyətləri sizə göstərəcəm. Yəni necə 4x-də oynayıram, necə olur, onu göstərəcəm. Toplama özel effekt baxın budur. Mən bunu kapatmışam. Nişanı özü yəni götürür. Və indidən dürbünsüz. Yəni qabağınızda HS atmağa çalışırsınız. Görürsünüz. Bu məndə ağdır və sarı qara. Bunların üçün işlədirsiniz. Göy, yaşıl, pəmbi, nə bilim nə, onları işlətmək lazım deyil sizin üçün. Yəni çox bulanlıq oynayacaqsınız. Və kəsirik bura. Mən qara işlədirəm. Bunları işlətməyin. Tez uduzarsınız. Bunu ağ edək. Gördüyünüz kimi bunlar boşdur. Bunları boş şeydir. Bunları bırakın. Effekt məndə qırmızıdır. Ses və dokunsal beləsinədir. Gizli dosya beləsinədir. Və indidən sizə göstərim necə dürbünləridir. 4x məsəl üçün götürürük. Bağışlayın dostlarım, bir dəqiqə. Götürəmirəm 4x'i o. 4x'i götür. Bəli, məsəl üçün qoymuşam. Bəli, qalxmır. Və 1x əsas sizin üçün nədir? Lazer. Bəli. Yəni düzdür, sprey atan dostlarımız üçün lazım olar, amma tidimici qardaşlarımız üçün lazım olmayacaq. Elə şey 4x, 4x. Gördüyünüz kimi ise bomba kimidir. Videonu da siz beğenin, like atın. Bizi dəstəkləyin dostlarım. Bir dəqiqə. Və dostlar, tidimi də məsəl üçün yanlasınız. Beləsinə vurursunuz bir dəfə əyilir. Hər dəqiqə əyilən dostlarımıza deyirəm. Hər dəqiqə əyilməyin. Düzdür. Bəzən elə olur ki, hərdən əyilmək lazım olur. Vaxtı, yəni yeri yerində. Amma hər dəqiqə yox. Hər dəfəsində yox. Yəni hər dəfəsində ancaq bunu edə bilərsiniz. Gördüyünüz kimi videomuz da bura kimi idi. İnşallah videomu bəyənmiş olarsanız videomu bəyənin, like atın.